İdman zallarında və idman zamanı olan ölümlər hamımızı çox narahat edir. Əslində, bunun sayı o qədər də çox deyil. Həm idman zamanı və idmandan sonraki ilk 1-3 saat ərzindəki ölümlər, problemlər hamısı idmana bağlı olduğu düşünülür. Burada iki şey var. Bir, normal insanlarda idman zamanı yaranan problemlər, bir də peşəkar idmançılarda yaranan problemlər. Bunların görülmə səbəbləri, sıxlıqları fərqlidir. Əslində, mən də elə düşünürdüm, amma yarışmalı olmayan idmanlarda ürək problemləri əslində daha çox görülürmüş. İdman zamanı olan ölümlərin əsas səbəbi ürək əzələsinin qalınlaşması ilə gedilən hipertrofik kardiomiopatiya bağlı ölümlərdir. Daha sonra ikinci səbəbi isə ürəyin işemik xəstəliyi dediyimiz infarktdır. Amma unutmamaq lazımdır ki, tək səbəb bu deyil. Bəzi qan xəstəlikləri, sinir xəstəliklərində də ölümlər yarana bilər. Bunu vaxtında bilmək olarmı? Bəli. Bunun üçün idmana getmədən öncə yoxlanmaq lazımdır. Əgər burada 35 yaşdan aşağıdırsa idmana başlamaq istəyən şəxs, bunun üçün həkim müayinəsi, kardioqramma çəkilməsi yetərli ola bilər. Amma 35 yaşın üstündədirsə, bu insana mütləq exo, bəzi hallarda ekokardioqrafiyadan başqa fiziki yük sınağı altında çəkilən kardioqramma, hətta risk faktorları çox olan insanlarda KT anjiyo və ya anjiyo da tövsiyə edilə bilər. Bunun qarşısını almaq üçün, ümumiyyətlə bu olmasın deyə ürək xəstəliyinə səbəb olacaq amillər düzəldilməlidir. Yəni siqaret çəkirsə tərk edilməlidir. Hər nə qədər qəbul etməsək də narkotik istifadəsi də az deyil, bundan uzaq durulmalıdır. Təzyiq, şəkər, xolesterin tam nəzarət altında olmalıdır. Xəstəliklər zamanı, infeksiya zamanı idman qətiyyən edilməməlidir. Bu qəflət ölümlərə səbəb ola bilər. Daha əvvəlki çəkilişlərin birində vurğuladığımız kimi, əslində Amerikada və Avropada idman zallarında defibrillator deyilən qəfləti ölümü önləyici cihazların olmağı faydalıdır. Yəni, ümumi mənada yoxlanılmadan idmana getməməyinizi və idmana getsəniz də arada bir yoxlanmağınızı tövsiyə edirik.